Görürük ki, Rusiyanın hücumu da var və Ukrayna da əslində bir-birinə qarşılıqlı olaraq zərbələri endirməyə davam edirlər. Ancaq Financial Times-ın bugün bir təhlili var, daha doğrusu onun verdiyi bir məlumatda, hansı ki, Kiyevin merinin verdiyi açıqlamadır ki, Ukraynanın paytaxtı Kiyev şəhəri Rusiyanın kritik infrastruktur obyektlərindən hücumlar səbəbindən fəlakət astanasındadır deyilir. Siz necə şərh edirsiniz hazırki məqamı? Ukrayna tərəf həqiqətən fəlakət astanasındadırmı, yoxsa Rusiya tərəfi mi? Təbii ki, tərəflər arasında davam edən bu müharibə göründüyü kimi cəbhə xəttində nə Ukrayna tərəfi ciddi irəliləyiş əldə edə bilir, nə də Rusiya tərəfi. Rusiya tərəfi də danışıqlarda Zelenski hökumətinə ciddi təzyiqlər etmək üçün və təkliflərini Kiyev tərəfindən qəbul edilməsi üçün mülki infrastrukturu hədəf seçib, xüsusilə enerji infrastrukturunu görürük. Bayaqlarda sujetdə də gördük ki, mülki dəmir yol stansiyalarını da hədəf seçib. Bu bir növ Rusiyanın təzyiq alətidir. Cəbhədə uğursuzlarını bununla kompensasiya edir və Qərbə də, həmçinin Amerika Birləşmiş Ştatlarına da mesaj verir ki, mən dayanmayacam və mütləq şəkildə Ukrayna tərəfi güzəştə getməlidir. Zelenski də qeyd etdi ki, həqiqətən də Ukraynanın enerji infrastrukturu dağılıb. Çünki Rusiya hər gün demək olar ki, balistik raketlərlə, puallarla kütləvi zərbələr endirir. Həm Kiyevə, həm Odessaya və bu da Ukrayna vətəndaşlarında bir növ müharibəni bitirmək üçün demək, prezidentə, Kiyev administrasiyasına təzyiq edilməsinə də çalışır bu zərbələrlə Rusiya tərəfi. Yəni, mülki infrastrukturu dağılır və əhali artıq müharibəni bitirməlidir. Baxın, senariyə demək olar ki, Rusiya tərəfi çalışır ki, may ayına kimi Amerika Birləşmiş Ştatlarının da, Rusiyanın da məhz planı bundan ibarətdir ki, Zelenski güzəştlərə gedir və seçkilərə gedir və bu müharibənin də Kiyevdə infrastrukturun dağılması, Ukraynada enerji böhranı yaranması əhalini də məcbur edir ki, Zelenski ciddi şəkildə güzəştlərə getsin. Mən düşünürəm ki, bu plan alınmayacaq. Həqiqətən də Kiyevin enerji infrastrukturunun dağılması bu böhrandır, humanitar böhrandır və düşünürəm ki, bunu beynəlxalq birlik terror kimi də dəyərləndirə bilər. Çünki müharibədə ümumiyyətlə mülki infrastrukturların vurulması qəti surətdə qadağandır. Yəni, düşünürsünüz ki, Məhəmməd bəy, Rusiya sülh danışıqlarında güzəştə getmək üçünmü bunu edir, yoxsa Zelenskini seçkilərə məcburi göndərmək üçünmü? Burada hər ikisi də var. Həm Ukraynanı güzəştlərə məcbur etmək, həmçinin Zelenskini seçkilərə razı salmaqdır. Çünki əhali müharibədən yorulmalıdır, əhali çətin vəziyyətə düşməlidir və hökumətə, administrasiyada etiraz etməlidir ki, artıq müharibəni bitir, güzəştə git. Çünki bu Amerikanın da planıdır, həmçinin Rusiyanın da planıdır. Mən düşünürəm ki, bu nə qədər Ukrayna üçün də çətin olsa da artıq yaz aylarına gedir. Ukrayna prezidenti bununla razılaşmayacaq. Bu arada Rusiyadan, Rusiya Xarici İşlər Naziri müavini Mixail Qaluzindən bir təklif gəldi, hansı ki, bu seçki ilə bağlı ki, deyir, Kiyev seçki keçirmək qərarına gəlsə, Rusiya Ukraynada səsvermə günü heç bir hücumun baş verməməsinin qarantiyasını verə bilər. Əlbəttə ki, Rusiya prezidenti Vladimir Putinin açıqlamaları aktuallığını qoruyub saxlayır, amma hələlik Ukraynada səsvermənin təşkil barədə heç bir söhbət yoxdur deyə. Yəni, deyir ki, siz gedin seçkilərə, narahat olmayın qəti bir şəkildə. Yəni, hər hansısa bir hücum olmayacaq. Bunun qarantiyasını biz sizə verə bilərik. Bu da elə bir növ təşviqdirmi? Təbii ki, bilirsiniz ki, Rusiya tərəfi məhz Amerika Birləşmiş Ştatlarına da bu prosesi təlqid edib ki, Zelenskidən qurtulmaq lazımdır və Zelenski əgər gedərsə, müharibə başa çatar və demək olar ki, Amerika Birləşmiş Ştatları Rusiyada bir çox məsələlərdə razılığa gələ bilər. Təəssüf ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump da Rusiyanın bu tezisini qəbul edib, Kiyevə kifayət qədər, Zelenskiyə kifayət qədər təzyiqlər edir və təzyiqlər də ondan ibarətdir ki, may ayında seçkilərə gedilsin, referenduma gedilsin. Mən düşünürəm ki, əgər referenduma da gedilsə, demək olar ki, əhali Donbasın Rusiya verilməsinə razı olmayacaq. Fikir verək, Rusiya tərəfi Zelenskinin getməsini istəyir. Zelenskidən sonra kim gələcək? Deməli, onlar bir nəfəri gətirmək istəyirlər ki, Ukraynanın suverenliyi, təhlükəsizliyini Rusiya güzəştə getsin və yeni
Avropanın təhlükəsizlik arxitekturası pozulsun, dünyada yeni bir siyasi nizam formalaşsın və bu siyasi nizamda güc tətbiq etməklə sərhədlərin dəyişməsi deməkdir. Təbii ki, Avropa ölkələri başdan at olmaqla belə bir planı qəbul etməyəcək. Ümumiyyətlə, bu münaqişə Zelenskinin münaqişəsi deyildi ki, Zelenski hakimiyyətdən əvvəl Rusiya, Ukrayna hücum etmişdi, Krımı işğal etmişdi, Donbas problemi var idi. Sadəcə olaraq Rusiya fövqəladə dövlət statusu almaq, qərbə qarşı ekstensial müharibəni genişləndirmək üçün Rusiyaya qarşı bu müharibəni apardır. Vladimir Zelenski də Rusiyanın işğalından geri çəkilmədi, müqavimət göstərdi və Rusiyanın irəliləməsinin kifayət qədər qarşısını aldı. Bu günləri Vladimir Zelenskinin özü və komandası Rusiyanı Ukraynanın şərqində durdurub. Demək olar ki, Avropanın təhlükəsizliyi demək olar ki... Yəni, başqası olsaydı deyirsiniz ki, bundan da daha da irəliyə mi gedərdi? Mən düşünürəm ki, təbii ki, Zelenskidən digəri olsaydı, Rusiya kifayət qədər Ukraynanı parçalamışdı. Ərazilərini orada demək olar ki, Kiyevi götürmüşdü. Sadəcə olaraq Zelenskinin burada müqavimət göstərməsi, hətta müharibənin ilk günlərində Amerika Birləşmiş Ştatları da Qərb onu Kiyevi tərk etməsi üçün təkliflər verirdi. Amma Zelenski dayandı, Ukraynaya, Rusiyaya qarşı müqavimətin qarşısında durdu. Abu Dhabi'də də bilirsiniz, danışıqlar keçirildi. Həmçinin bir neçə gündən sonra Cenevdə də danışıqlar olacaq. Bütün demək olar ki, parametrlər razılaşdırılıb. Sadəcə olaraq Rusiya tərəfi Donbası istəyir. Çünki Donbasın da bir hissəsi Ukrayna nəzarətindədir. Onu döyüşsüz təslim etməsi... Tamamilə istəyir amma. Bəli, bəli. Həmçinin de jure istəyir. Donbas Rusiyanın de jure ərazisi kimi qərb tərəfindən də tanınmalıdır. Bu da qəbul olunmazdır. Yəni, proses bu qədər fundamental, dərindir və bunun da Kiyevin və Avropanın da bununla razılaşması mən düşünürəm ki, çətin görünür. Elə Zelenski də bu fikirdədir. Bu arada Cenevrədəki görüşlə bağlı da Zelenskinin bir açıqlaması var, Məhəmməd bəy. Nədən ibarət? Ukrayna növbəti həftə Cenevrədə Birləşmiş Ştatlar Ukrayna-Rusiya arasında keçiriləcək üç tərəfli görüşün uğurlu olacağına ümid edir. Ukrayna prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışında belə deyib. O, güzəştlərin tək tərəfli olmasının qəbul edilməz olduğunu da vurğulayıb. Biz həqiqətən də ümid eləyirik ki, növbəti həftə keçiriləcək üç tərəfli görüşlər ciddi, mənalı və hamımız üçün faydalı olacaq. Amma açıq danışsaq, bəzən elə görünür ki, tərəflər tamamilə fərqli məsələlərdən danışırlar. Amerikalılar tez-tez güzəşt məsələsinə toxunurlar. Tez-tez bu güzəştlər yalnız Ukraynanın hansı güzəştə gedəcəyi kontekstində müzakirə olunur, Rusiyanın yox. Avropa praktiki olaraq masada deyil. Bu, mənim nəzərimcə böyük səhvdir. Biz Ukraynalılar çalışırıq ki, Avropalılar prosesə daxil olsun. Beləliklə, Avropanın maraqları və fikirləri nəzərə alınsın. Nə düşünürük Məhəmməd bəy? Yəni, görüş xatirinə mi görüş olacaq? Mən düşünürəm ki, bu görüş xatirinə görüşdür. Çünki Ukrayna, məhz Avropa tərəfi Ukraynanın güzəştə getməməsinə çalışır. Cenevrədə keçilən də görüş nəticəsi qalacaq. Burada müəyyən humanitar məsələlər müzakirə edilə bilər və razılıqlar əldə oluna bilər. Amerika Birləşmiş Ştatları və Rusiya artıq bir mövqeydədir. Seçkilərə gedirilməlidir, ərazi məsələləri ilə bağlı referendum keçirilməlidir və Rusiya ilə müəyyən bir müqavilə bağlanmalıdır. Baxın, Əbu Dabidə Donbas məsələsi oldu dedilər, düzdür, qapalı oldu. Bəlli olmadı ki, nələrdən danışdılar, ancaq ilkin ehtimallar üzərində bunun üzərində daha çox dayanıldı. İndi Cenevrədə nə düşünürsünüz? Çünki nəyə görə buna gətirirəm? Zelenski Rubio ilə Münxendə görüşdü. Təhlükəsizlik məsələsini diqqətə çatdırdı ki, əvvəl 15 il idi bildiyiniz kimi təhlükəsizlik zəmanəti, indi 50 il istəyir Zelenski. Digər bir tərəfdən maliyyələşmə məsələsi var. Rusiya aktivlərini Ukraynaya istifadə etmək və s. istiqamətlərdə. İndi düşünürsünüzmü ki, bu məsələlər də Cenevrədə masaya qoyulsun? Bilirsiniz, 20 bəndlik plan var Amerika Birləşmiş Ştatlarının. Bu, Amerika və Avropa, həmçinin Ukrayna tərəfindən qəbul edilib. Sadəcə olaraq Rusiya tərəfindən qəbul edilmir. Həmçinin təhlükəsizlik məsələsi. Bilirsiniz, təhlükəsizlik məsələsi də maliyyə yardımıdır. Bu məsələlər müharibə başa çatandan sonra, atəşkəs və sülhdən sonra tətbiq olunacaq. Amma ortada nə atəşkəs var, nə müqavilə var. Müharibədə işlətli şəkildə davam etməkdədir. Yəni, proses bu qədər çətindir. Volodimir Zelenski düzdür. Avropa mütləq şəkildə danışıqlar masasında olmalıdır. Demək olar ki, Rusiya tərəfi Dimitri planı var. Trampa təqdim olunub. Cenevrədə də bunlar yenidən Rusiya və ABŞ bu məsələlər müzakirə olunacaq.
Plan bundan ibarətdir ki, Rusiyanı ABŞ iqtisadi məsələlərdə sövdələşməyə gedir və bu 12 trilyon dollardır. Rusiyanın şərqində Sibirin faydalı qazıntı yataqlarının birgə işlənməsi, Boeing təyyarələrinin alınması, Arktikada Rusiya və ABŞ şirkətlərinin şelf zonasında neft və qaz yataqlarının işlənməsi, bu da göründüyü kimi Trampı şirinləşdirib və kifayət qədər Zelenskiyə, yəni təklifi çox cəzb edicidir Birləşmiş Ştatlar üçün. Təzyiq edir ki, may ayında referenduma və seçkilərə gedir. Həmçinin ikincisi isə Trump aralıq seçkilər yaxınlaşır sentyabrda konqresdə bunun partiyası respublikaçılar qalib olmalıdırlar. Əgər bu müharibəni dayandıra bilməsə, konqresdə kifayət qədər demokratlar respublikaçılar üzərində qələbə əldə edəcək. Bir növ Donald Trump Zelenskinin məğlubiyyətini özünün qalibiyyəti kimi çalışır ki, buna nail olsun. Ukrayna məğlub olsun, Zelenski məğlub olsun. Ancaq o Amerika daxilində müharibəni dayandıran bir lider kimi təqdim edilsin və onun partiyası Respublikaçılar Konqresdə aralıq seçkilərində qalib gəlsin. Amma həm də burada mənfəət də önəmlidir. Sizcə Ukraynadan gələcək gəlirmi Birləşmiş Ştatlar üçün daha cəlb edicidir, yoxsa sizin az öncə sadaladığınız Rusiyanın verəcəklərimi? Təbii ki, burada biz Rusiyanın ehtiyatlarına baxsaq, Rusiyanın verdiyi gəlirlər daha çox Amerika Birləşmiş Ştatları üçün cəlb edici görsənir. Çünki kifayət qədər və müxtəlifdir minerallar, həmçinin neft qaz yataqlarının birgə işlənməsi daha çox Amerika Birləşmiş Ştatları bu müstəviyə odaqlanır. Və Amerika Birləşmiş Ştatları da hesab edir ki, mən bir qütüblü dünya qururamsa, Ukrayna qoy ərazi güzəştinə getsin, növbəti mərhələdə mən Ukraynaya müəyyən təhlükəsizlik zəmanəti verərəm. Avropanın təhlükəsizlik arxitekturası və sərhədlərin güclə dəyişməsi pozulursa, artıq yeni dünya siyasi nizamıdır. Bunu qəbul edilməlidir və Rusiya ilə artıq birgə işləməli, növbəti mərhələdə sülh yaradılmalıdır beynəlxalq birlikdə və burada da tək tərəfli qütüb Amerika Birləşmiş Ştatları olmalıdır. Amerika Birləşmiş Ştatları bu müstəvidə yanaşır. Məhz hazırda böhranın həllinə. Amma Rusiya tərəfi nə istəyir ki? Rusiya tərəfi deyir ki, Donbas mənim olmalıdır, Kiyevdə Rusiyaya loyal bir hökumət formalaşmalıdır və mənim təsir zonam Amerika Birləşmiş Ştatları tərəfindən tanınmalıdır. Bir növ Rusiya tərəfi Amerika Birləşmiş Ştatlarına iqtisadi mənfəət müqaviləsi təklif etməklə bunun arxa planında öz təsir zonasını da Amerika Birləşmiş Ştatları tərəfindən qəbul edilməsinə çalışır. Birinci növ Donbasdır, amma ikinci növbədə isə digər Rusiyanın arxa plandakı. Məhəmməd bəy, burada vəziyyəti biraz da qarışıq hala salan bir hal nədir? Əvvəl Qərb bir yerdə idi, Avropa və Birləşmiş Ştatlar. İndi görünür ki, hərəsi fərqli platforma təklif edir və hərəsinin də özünə uyğun fərqli bir planları var. İndi Avropa ortaya düşüb, tək formada, tək şəkildə əslində bunu həll etməyə çalışır. Bu arada NATO-nun baş katibinin də bir açıqlaması var, sırf Avropa ilə bağlı məsələdir. Nədən ibarətdir? Avropa ölkələrinin arsenalında Ukrayna üçün nəzərdə tutulan hava hücumundan müdafiə raketləri tükənib, deyir NATO baş katibinin müavini Radmila Şekerinskaya. Münxen Təhlükəsizlik konfransında bu barədə danışır və deyir ki, Şimali Atlantika Alyansı hazırda çatışmazlığı aradan qaldırmaq üçün bütün dünyada axtarış aparır. Biz Ukraynada baş verənləri görürük. NATO ölkələrinə müraciət edərək bildirdik ki, əgər əlinizdə hava hücumundan müdafiə raketləri varsa, xahiş edirik onları Ukraynaya verin deyə. Lakin məlum oldu ki, imkanlarımız məhduddur deyə. İndi bunun müqabilində də bir xəbər də çıxdı. Bu rəsmi açıqlama deyildi ki, Avropa özünün təhlükəsizlik bir strukturunu qurmağa çalışır. Burada Birləşmiş Ştatlardan uzaqlaşmaq üçün. Düşünürsünüzmü ki, hazırki məqamda Ukrayna iki istiqamət arasında qalıb Avropa və Birləşmiş Ştatlar və necə düşünürsünüz? Tək başına Birləşmiş Ştatlar ya da tək başına Avropa bu məsələni yekunlaşdıra bilərmi? Mən düşünürəm ki, məhz Ukrayna-Rusiya böhranı fonunda Avropa və Amerika Birləşmiş Ştatlarının fərqli fikirdə olması bu Rusiyanın xeyrinə işləyir. Rusiya çalışdı ki, Amerika Birləşmiş Ştatlarını və Avropanı vahid mövqedən ayırsın. Taktiki cəhətdən buna nail olur və müəyyən şərtlərini də Amerika tərəfindən qəbul elətdirə bilib Rusiya tərəfi. Amma ona görə də bu böhran, bu məsələ demək olar ki, müharibə davam edir, həllini tapmır.
Əsas burada söz sahiblərindən də bir məhz Böyük Britaniya Avropa İttifaqıdır. Bunu Amerika Birləşmiş Ştatları görməzdən gəlməməlidir. Çünki müharibə Avropanın ərazisindədir. Bundan daha çox ziyan çəkən Avropa ölkəsidir və Amerika Birləşmiş Ştatlarının fövqəli dövlət statusu almasına, güclənməsində də Avropa İttifaqının Böyük Britaniyanın müstəsna xidməti var və birgə müttəfiqliklə buna nail olub Amerika Birləşmiş Ştatları. Hesab edirəm ki, nə qədər ki Böyük Britaniya Avropa İttifaqı bu masada deyil, münaqişə öz həllini tapmayacaq. Mütləq şəkildə ABŞ və Avropa İttifaqı bu məsələdə koordinasiyalı əvvəlki kimi fəaliyyət göstərməlidir. Rusiya ciddi təzyiqlər etməlidirlər ki, Rusiya güzəştə getməlidir. Hazırda isə danışıqlar masasında Rusiya tərəfi heç bir güzəştə getmir. Yəni, məsələ bu qədər fundamentaldır. Avropa İttifaqı və Böyük Britaniyada artıq Amerika Birləşmiş Ştatlarına da bir çox məsələlərdə etibar etmək istəmir. Öz təhlükəsizlik sistemini qurmağa çalışır. Almaniyada, Fransada, Böyük Britaniyada, yeni dünya siyasi nizamında Avropa İttifaqı da artıq bir güc kimi meydana çıxmaq istəyir və Rusiyanı gələcək perspektivdə də durdurmaq istiqamətində kompleks bir plan hazırlayırlar. ABŞ istisnasız. Burada da mən düşünürəm ki, elə əsas zərər çəkən də Amerika Birləşmiş Ştatları olacaq. Baxın, ABŞ-ın dövlət katibi Rubio Münhen Təhlükəsizlik Konferansında çıxışında da Avropanı bir növ sakitləşdirdi. Qeyd etdi ki, bundan sonra da ABŞ və Avropa birgə olacaq. Amma düşünürəm ki, Amerika Birləşmiş Ştatları hazırki siyasədə Avropada məyusluq yaradıb. Avropa İttifaqı Böyük Britaniya Rusiyaya qarşı bundan sonra təkbaşına mübarizə aparacaq və Ukraynaya da dəstəyi artıracaq. Avropa nə qədər masada yoxdursa, müharibə demək olar ki, sona çatmayacaq, hələ davam edəcək. Təşəkkür edirəm. Minnətdaram sizə Məhəmməd bəy. Təhlillərdə üçün siyasi şərhçi Məhəmməd Əsədullazadə bizimlə idi. Rusiya-Ukrayna cəbhəsindən gələn xəbərlər var idi. Son olaraq əgər NATO baş katibi ilə bağlı məsələyə toxunuruqsa, Mark Rüttenin bir açıqlaması da var. Bir növ güc nümayişidir deyə bilərik Rusiyaya. Qeyd edir ki, NATO Rusiya ilə potensial hərbi toqquşmada tam üstünlüyə malikdir və istənilən döyüşdən qalib ayrılmaq iqtidarındadır, gücündədir deyə bir növ Rusiyaya ünvanlanan mesaj idi Mark Rutte tərəfindən. Keçək digər bir istiqamətə. Söhbət təbii ki, yaxın şərqdən gedir. İsrail ordusu Livanın cənubunda Hizbullah hədəflərinə yenidən zərbələr endirib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib. Məlumatda zərbələrin Hizbullahın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq endirildiyi bildirilir. Zərbələr zamanı dağıntılar və insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib. Bu arada İsrailin digər bir hücumu da var. Hansı ki, İsrail ordusunun gecə saatlarında Qəzzaya indirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb. Bu barədə Fələstin kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə Qəzzanın cənubundakı Xan Yunis bölgəsində endirilən zərbə nəticəsində 4 nəfər həyatını itirib. Daha 4 nəfər isə sektorun şimalında Cəbəliyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb. Hazırda İsrail ordusu məlumatlara rəsmi münasibət bildirməyib. Times of Israel isə yazıb ki, zərbələr ötən gecə 5 silahlı şəxsin sarı xətt adlandırılan ərazidə İsrail tərəfdə yerləşən hərbçilərə yaxınlaşmasından sonra endirilib. İsrail ordusu belə halları atəşkəs rejiminin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Həqiqətən reallıq payı bunun varmı bu cür? Əsas səbəb budurmu? Yoxsa İsrailin başqa bir planı var? Bunu bir qədər sonra müzakirə edəcəyik. Davam edək. Həmas hərəkatının tərk silah edilməsi prosesinə mart ayında başlanılması nəzərdə tutulur. Bu barədə İsrailin dövlət televiziyası Kan Sülh Şurasındakı 2 mənbəyə isnadən məlumat yayıb. Məlumata görə Həmasın tərk silah edilməsi Qəzzada yeni texnoqrafik hökumət vəzifəyə başladıqdan və hərəkatın əvvəllər malik olduğu səlahiyyətləri öz üzərinə götürdükdən sonra başlayacaq. Telekanalın məlumatına görə Qəzzanın ilk silahsızlaşdırılacaq ərazisi Fələstinin cənubunda yerləşən Rəfah bölgəsi olacaq. Onu da qeyd eləyək ki, Sülh Şurasına üzv dövlətlərin liderlərinin ilk görüşünün 19 fevralda Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır deyə xəbərdə qeyd olunur. Biraz yaxın şərqdən danışaq. İsrailin həm hücumları timsalında, həm də Həmasın tərk silah olunması məsələsi üzərində dayanaq. Canlı bağlantıda siyasi şərhçi İsmail Öz bizi gözləyir. Salamlayıram sizə İsmail bəy. Sağ olun, teşekkür ederim Ayrın Hanım. İstanbul'dan selamlar, sevgiler Azerbaycan'a.
Təşəkkür eləyirəm. İsmail bəy, bir məsələ diqqətimi çəkdi. Bildiyiniz kimi Birləşmiş Ştatlar İran məsələsində İsrail daha çox təzyiq göstərirdi ki, proksi qüvvələrlə bağlı Birləşmiş Ştatların Tehrana bir təzyiqi olsun deyə. Ancaq bir məlumat çıxdı ki, Trump dedi ki, mən onlardan sülh müqaviləsi bağlamaq istəyirəm, yəni danışıqlara oturmaq istəyirəm. Proksi qüvvələrlə sənin daxili məsələndə özün həll et deyə deyilənə görə İsrailə belə bir mesaj ötürmüşdü Donald Trump. İndi biz bunun ardınca belə bir hadisələrin şahidi oluruq ki, həm Hizbullaha, həm də məhz Həmasa hücum eləyib İsrail tərəfi müəyyən səbəblər gətirərək təbii ki. Bunun arxasında az öncə dediyim bir məqam dayanırmı? İsrail artıq öz işini özü mü həll etməyə başlayıb bu istiqamətlərdə? Şimdi şunu söyleyeyim Aynur Hanım, tabii ki burada 12 gün savaşları çerçevesinde konuyu eğer değerlendirirseniz burada sadece İsrail'in kendi başına İran'la karşı karşıya kalması noktasında İsrail'in de çok büyük bir kayıba uğrayacağı muhakkak. Dolayısıyla da burada aslında elbette ki bu 12 gün savaşında aslında biraz şunu da anlıyoruz ki İran üzerinde çeşitli işte ameliyeler ortaya koyarak orada istihbaratla yani bir anlamda İran'daki rejimi veya İran'daki durumu tamamen sarsacağına inandığı bir istihbarat altyapısıyla ve orada kendince bir takım mevziler de elde ederek bir harekete girişti. Biliyorsunuz o ilk 2 gün içerisinde burada işte bir takım hava sistemlerinin tamamen paralize edilerek hareket edemez hale gelmesi üzerinden işte çok rahat bir şekilde İran hava sahasına girerek belli ülkeleri de geçip tabii ki buraya gelerek bir bombardıman ortaya koydular. Tabii İran'ın bu kadar yüksek menzilli ve kapasiteli füzeye sahip olduğu noktasında da yeteri kadar bilgilerin olmadığını da kendileri aslında itiraf ettiler ve tabii hesapları tutmadı diye düşünüyorum bu anlamda. Ve İsrail'de çok büyük kayıplar aldı. Yani işte bir takım böyle küçültücü veya işte İran'ın yapmış olduğu hamleleri azaltıcı bir takım beyanatlar da tabii ki oldu ama bunun arka tarafında İsrail'in de çok ciddi kayıplar verdiği ama tabii İran'ın da çok ciddi kayıplar verdiği ve zarara uğradığı ki bugün zaten İran bu 12 gün savaşı neticesinde aslında nelere ihtiyaç hissettiğini ve aslında bir topyekün savaşa girişme durumunda hangi kapasitelerinin ne kadar yetersiz olduğunu görmesi noktasında da çok ciddi bir alan açtı diye düşünüyorum İran'a. Yani kayıplar bu anlamda her iki taraf için de çok yüksek oldu. Şimdi tekrardan aynı noktadan kaldığı yerden devam edecek olursa ve Amerika Birleşik Devletleri İsrail'e sen bu işi kendi kapasitelerinle hallet dediğinde ben bu işin İsrail açısından da çok büyük kayıplar getireceği kanaatinde olanlardanım. Böyle bir harekatı tabii ki aslında İsrail Amerika'nın desteğini de yanına alarak ve onun sınırsız kapasitesini kullanma noktasında olmak şartıyla belki de bugün bu kadar Amerika Birleşik Devletleri'ne sürekli seyahatler yaparak Trump'ı ikna etmeye çalışarak vesaire bir yol izlemeye çalışıyor. Tabii bir tarafıyla baktığınızda şu anda Amerika Birleşik Devletleri'nin yani İran'da bir harekata girişmesi bir Venezuela kadar kolay olacağı kanaatinde değilim. Ve kara harekatından bahsediliyor. İran coğrafyasını düşündüğünüzde ve İran'ın bu anlamda Venezuela ile mukayese ettiğinizde toplumsal aidiyet duygularının ve asabiyesinin ben açıkçası bu anlamda kesinlikle Venezuela'dan kat be kat daha üstün bir yerde durduğunu ve bir kara savaşı durumu ortaya çıktığında bunların mutlaka işte Amerika'ya karşı koyma iradesi gösterme noktasında bir Venezuela ile kıyaslanamayacak kadar büyük bir duruma tekabül ettiği kanaatindeyim. Burada bir mesele de var İsmail Bey. Vaxtımız az olduğu üçün bu məsələyə də toxunmaq istəyirəm. Buna qədər, bu indiki dövrə qədər Donald Trump'ın məhz İranda hansısa bir formada hakimiyyət dəyişikliyi istəyib istəməyəcəyi ilə bağlı bir xəbərlər yox idi. Sadəcə ora hərbi bir müdaxilə nəzərdən keçirilirdi ki, qoşunları da yığmışdı, məhz sahilə deyə bilərik. Ancaq bugün xarici media tirajladı ki, Donald Trump məhz hakimiyyət dəyişikliyini düşünə bilər. Bunun daha yaxşı bir üsul olduğunu deyilənə görə Donald Trump. Kanada Xarici İşlər Nazirindən də bir açıqlama gəldi ki, biz də dəstəkləyirik İranda məhz hakimiyyət dəyişikliyini, amma bu mövqedə Birləşmiş Ştatlara hərbi müdaxilədə dəstək verib verməyəcəyimiz sualdır deyə bir yanaşma var. Artıq görürük ki, hərbi müdaxilə ilə yanaşı ümumiyyətlə əsas nəyin üzərində fokuslanırlar? Hakimiyyət dəyişikliyinin.
İndi Cenevrədə də bir danışıqlar olacaq bu həftə, yəni növbəti həftə gözlənilir. Siz düşünürsünüzmü ki, Donald Trump o danışıqların nəticəsini gözləyir? Olmasa hakimiyyət dəyişikliyinə gedərmi Donald Trump? Şimdi şöyle, tabii ki yani netice itibariyle aslında bu müzakereler neticesinde nasıl bir durumun ortaya çıkacağını bekleyip görmek lazım Trump'ın tavrı bakımından değerlendirdiğinizde. Burada İran'ın işte anlaşmaya uymasını ve bu bir anlamda dayatılanları kabul etmesini tabii ki arzu ediyor. Burada ordusunu, donanmasını İran'ın hemen yanı başında konuşlandırmasının en büyük sebeplerinden bir tanesi de zaten bu daha önce de bahsettiğimiz gambot siyasetini, yani ordusunu bir ülkenin hemen kenarına yığıp daha sonra da aslında şöyle de değerlendirebilirsiniz. Yani bir teşbih olarak söylüyorum. Yani bir insanın kafasına silahı dayıyorsunuz. Ondan sonra da adil, demokratik bir ortamda bir müzakere yaptığınızı söylüyorsunuz. İşte bu güçlülerin aslında bir anlamda ve terör dönemini andıran, anarşist dönemi andıran, uluslararası siyaset bakımından böyle bir dönemi andıran bir hareket de bize sunmuş oluyor. Tabii ki burada Amerika Birleşik Devletleri bu siyaseti çok gerçekçi de oynuyor bir tarafıyla baktığınızda. Ama ben her şeye rağmen dediğim gibi yani burada bir rejim değişikliğinin istenmesi en iyi yol olur diyor Trump. Muhakkak bunu arzu ediyorlar. Çünkü biliyorsunuz bugün aslında şikayet ettikleri uranyum veya atom bombasına giden süreçte de bu atom bombasını eğer bu süreçleri konuşuyorsak bunun müsebbibi de Amerika Birleşik Devletleri'dir. Biz şunu çok iyi biliyoruz yani Amerika İran'a değil hangi İran'a savaş açıyor buna bakmak lazım. Yani Şah rejimine karşı bütün desteğini ortaya koymuş, ona nükleer gücü kazandırmış. Bugün de tabii ki rejim değiştiği için tamamen kendisine büyük şeytan diye bakan İran'a karşı tabii ki böyle bir politika izliyor. İsrail'in de bu anlamda büyük rahatsızlıkları var malumunuz. Tabii ki burada bir müzakere çıkmadığında belki kısmi olarak bir takım yine aynen 12 gün savaşında olduğu gibi bir takım harekatlar ortaya koyabilir. Ama ben topyekün bir savaşla İran'a karşı Amerika Birleşik Devletleri'nin de bir harekat göstermek isteyeceğini düşünmüyorum. Yani burada açıkçası bana göre Trump'ın tavrı elbette bir taraftan İran'daki rejim değişikliğine dönük olsa da öbür tarafıyla da ben öyle inanıyorum ki biraz da aslında İran'ın üzerine saldırmayı sürekli gündeminde tutan İsrail'i de biraz dinginleştirmek veya onu da biraz frenlemekle ilgili. Çünkü 12 gün savaşında bu nükleer tesisleri bombalayarak da aslında İsrail'in elindeki saldırma argümanlarını tamamen elinden almıştı Amerika Birleşik Devletleri. Şu anda evet, çok üzr istəyirəm. 30 saniyemiz var. Fikrinizi yekunlaşdırabilirsiniz mi? Zəhmət olmasa 30 saniyeniz var. Tamam, bitiriyorum. Yani burada dediğim gibi aslında bir tarafıyla İran'daki rejimi değiştirmek isteyen Amerika'nın öbür taraftan da İsrail'in saldırma arzusunu da dinginlemek veya dizginlemek üzere de orada olduğu kanaatindeyim. Biraz böyle sanki iki tarafın üzerine de oynayan bir Amerika Birleşik Devletleri var. Ben gerçek niyetinin saldırmaktan uzak olduğu kanaatindeyim. Eğer bu ordusuyla gerçek bir gambot oynayarak İran'a masa üzerinde bir anlaşma imzalatabilirse bunun kendisi için en geçerli ve en kazançlı yol olacağı kanaatindeyim. Ve bunu da sonuna kadar diretecektir diye düşünüyorum Aynur Hanım. Teşekkür edirəm İsmail bəy. Minnətdaram təhlilləriniz üçün. Siyasi şərhçi İsmail Özü idi canlı bağlantıda. İran Birləşmiş Ştatlar danışıqları üzərindən bir qədər danışdıq. Mövcud vəziyyət nə etməyə əsas verir? Cenevrədə nələr danışılacaq? Bunu müzakirə etdik. Hələ ki bu xəbərlərlə, təhlillərlə gündəmimizi burada yekunlaşdırırıq. Yeni mövzularla yenidən görüşəcəyik. Hələlik.